ümumiyyətlə heç nəyə mənə uyğun deyil. Sadəcə indi münasibət də olubdu, bitibdi. Sən görürsən ki, olmuşuq. Yəni bu münasibət daha mı eyni sahədəyik də, bir-birimizlə dostluq, tanışıq, otururuq, dururuq. Nədir məsələn? Sən onun sevgilisi məndən alırsan. Yox. Valla mən bilmirəm, amma belə olsa, mən artıq belə getsə, qulağıma yəni yenə də söhbətlər çatsa, inanın Allah, bəlkə mən burada bax, mən indi bəlkə ad çəksəm, yox, o elə biləcək ki, yox, bir dəqiqə. O düşünər ki, mən ondan, inanın Allah'a bunu belə başa düşəcəklər ki, mən reklam qazanmaq üçün onun adını dedim və yaxud da ondan istifadə elədim. İnanın Allah'a, bax, zərrə qədər onun mənə nə reklamı lazımdır. Ümumiyyətlə heç adını istəmirəm belə eşitmək. Doğrudan da mı o şəxsin sevgilisini sən onun əlindən almısan? Valla mən sevgili bilmirdim. Yəni mən sevgili bilmirdim. Mən bilirdim ki, yəni